Necə olur ki, Azərbaycanda ərzaq qiymətləri sanksiya altında olan İrandan bahadır? Bakıda supermarket qiymətləri ilə götürəndə bu gündəlik ərzaq məhsullarını almaq üçün ən azı 40 manat lazımdır. Qonşu İran isə regionda ərzaq məhsullarının ucuzluğu ilə tanınır. Azərbaycanla müqayisədə İranda sözü gedən ərzaqları almaq üçün təxminən 30% daha az pul lazımdır. İranda ucuzluğun ilk səbəbi dövlət büdcəsindən ayrılan subsidiyalardır. Hökumət xarici satdığı neft-qazın gəlirlərindən ölkə içində enerji qiymətlərinin bazar qiymətindən aşağı səviyyədə saxlanması üçün istifadə eləyir. Təkcə benzinin qiymətini ucuz saxlamaq üçün hər il 45 milyard dollar xərcləyir. Bundan başqa bir çox məhsulların qiymətini sahibkarlar yox, dövlət müəyyən eləyir. Bunu təmin etmək məqsədi ilə hökumət çörək, şəkər, düyü, dərman və sairə qiymətini də ucuz saxlamaq üçün subsidiyalar ayırır. Beynəlxalq İqtisadi Araşdırmalar üzrə Viyana İnstitutunun əməkdaşı Mehdi Qodsi deyir ki, belə ucuz başa gələn ərzaqlar xarici ölkələrdə sızır. Ona görə də başqa ölkələrə qaçaqmalçılığın qarşısını ala bilmirlər. Qonşu ölkələrdən çoxlu insan əslində İrana gedib orada alış-veriş edir. Bundan başqa İrandan başqa ölkələrə ixrac da var. Bir sözlə, mən belə şeylər üçün sərhəd yoxlamalarının olub-olmadığından əmin deyiləm. Əgər maşınla İrana gedib bagajınızı çoxlu ərzaqla doldursanız, evə daha ucuz bazarlıqla qayıda bilərsiniz. 5 il əvvələ qədər sərhədlər açıq olanda Azərbaycan vətəndaşları da İrana gedib ucuz bazarlıq eləyə bilirdi. O zaman İranda daha çox ucuzluq var idi. Amma son illərdə İranda da qiymətlər xeyli artıb. Səbəb sanksiyalar şəraitində subsidiyalarla əhaliyə kömək etmək siyasətini həyata keçirməyin getdikcə çətinləşməsidir. Hökumət subsidiyaları azaldıb, daha çox ünvanlı sosial yardımlara üstünlük verməyə çalışır. Bu isə ümumilikdə İranda iqtisadi çətinliklərin daha çox hiss olunmasına, ictimai narazılığa gətirib çıxarır.